İrandan Astara dövlət sərhəddindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi fasiləsiz davam etdirilir. Artıq təxliyə olunan şəxslərin sayı 1800 nəfəri ötüb. Son məlumatları birbaşa bağlantıda əməkdaşımız Kamil Eldaroğlu bizə çatdıracaq. Buyurun Kamil, birbaşa bağlantıdasınız. Salavatınız xeyir olsun. İrandan Azərbaycana təxliyə prosesi davam edir. Astara dövlət sərhəddindən buraxılış məntəqəsindən bu saat olan ən son məlumat diqqətinizə çatdırmağa çalışırıq. Səhər saat 9:00-dan bu saatədək sərhədi keçib təxliyə olanların sayı artıq 100-ə yaxınlaşır. Hazırda da Çin vətəndaşlarından təxliyə prosesi həyata keçirilir. Ümumilikdə isə ötən gün səhər 9-dan bu saatədək ümumi sərhəddən təxliyə olanların sayı isə 300 nəfərin üzərindədir və təxliyə prosesi dövlət qurumları tərəfindən operativ və təhlükəsiz formada həyata keçirilir. Azərbaycan humanist yanaşmasını biz hər təxliyə prosesində görürük, müşahidə edirik və ümumilikdə fevral ayının 28-dən bu günədək təxliyə olunanların sayı 1800-ün üzərindədir və bu isə 70-ə yaxın ölkənin vətəndaşlarının Azərbaycandan rahat və təhlükəsiz şəkildə təxliyə olunması deməkdir. Azərbaycan yenə də özünün humanist mövqeyini göstərməyə davam edir. Azərbaycan yenə də təxliyə prosesində ən optimal və ən uyğun şəraiti yaradır ki, insanlar buradan rahat bir şəkildə təyinat nöqtəsinə qədər gedə bilsinlər. Bunun üçün Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təbii ki, çıxışda ödənişsiz avtobuslar təyin olunub və həmin avtobuslar Astaradan Bakı istiqamətinə hərəkət edir və təxliyə olunan insanları təyinat nöqtəsinə çatdırır. Digər bir məqam isə ondan ibarət ki, bu gün ərzində təxliyə olanlar arasında təbii ki, 7 Azərbaycan vətəndaşı, Avstriyanın 5 diplomatik korpusunun nümayəndəsi də təxliyə olanlar arasındaydı və təxliyə prosesi intensiv formada davam edir və hazırda da sərhəd buraxılış məntəqəsindən keçənlərin sayında biz artım müşahidə edirik. Əsasən təxliyə prosesi gecə saatlarında daha da intensivləşir və səhərə qədər demək olar ki, sərhəd buraxılış məntəqəsindən təxliyə prosesini görmək, izləmək, müşahidə etmək mümkündür. Bəli, Azərbaycan öz humanist mövqeyini göstərməyə davam edir. Azərbaycan bugün regionun ən təhlükəsiz keçid nöqtəsinə çevrilib. Hələlik Astaradan mənim bu saata təxliyə ilə bağlı çatdıracağım xəbərlər bu qədər. Buyurun, söz sizdədir. Kamil, təşəkkür edirik məlumatlarınız üçün.